Salam, hər vaxtınız xeyir, hörmətli izləyicilərimiz. Məlhəm kimi cavablarda bu dəfə suallarınızı uroloq-androloq uzman doktor Münasib Məmmədovla birlikdə cavablandıracağıq. Doktor, xoş gördük. Xoş gördük. İzləyicilərimiz tərəfindən ən çox ünvanlanan suallardan biri prostat əməliyyatı ilə bağlıdır ki, bu əməliyyat cinsi aktivliyə təsir göstərirmi? Bəli, bizə də xəstələr tərəfindən ən çox verilən suallardandır bu. Nəzərinizə çatdırım ki, prostat əməliyyatının cinsi zəifliklə, cinsi fəaliyyətlə heç bir əlaqəsi yoxdur. Yeni araşdırmalar, elmi çalışmalar göstərir ki, bu xəstələrə prostat əməliyyatından sonra sidik şikayətlərlə yanaşı, hətta cinsi fəaliyyətin yaxşılaşması görülür tam tərsinə. Aydın doktor. Cinsi aktivlik demişkən, həm də cinsi zəiflik paralel mövzulardan biridir, bilirsiniz ki. Bəs cinsi zəifliyə mənfi təsir göstərən amillər, onu tetikləyən amillər hansılar? Cinsi zəiflik genəlliklə 50 yaşın üzərindəki xəstələrdə biz ən çox burada hormonal faktorları görürük. Kişi cinsiyyət hormonu ilə qadın cinsiyyət hormonları arasında olan balansın pozulması və bir sıra prostat xəstəlikləri, infeksion xəstəliklər səbəb olur. Amma gənc xəstələrdə bunun əsas səbəbi həyat şəraitinin, həyat keyfiyyətinin yaxşı olmamasıdır. Yəni düzgün qidalanmama, düzgün yuxu rejiminin olmaması və stressli iş və ya həyat şəraitinin olması. Sonuncu sualımız doktor belədir. Böyrək daşı əməliyyatı ilə bağlıdır ki, ümumiyyətlə böyrək daşı xəstəliklərində bəlli bir ağrı olur. Bu ağrı digər ağrılardan nə ilə fərqlənməlidir? Bəli, genəlliklə bel nahiyəsində ağrılarla gəlir bu xəstələr, amma bel nahiyəsində ağrıların bir çox böyrək daşından fərqli səbəbləri var. Məsələn, onurğada olan yırtıqlar, protruziyalar, hər hansı bir sinir əzələ ağrıları, mialgiyalar buna səbəb ola bilər. Amma bizim böyrək daşı ağrılarını bunlardan fərqləndirən əsas göstəricilər tutma şəklində olması ağrının qasıq nahiyəsinə, bəzən daşın yerləşdiyi nahiyəyə görə daha aşağı nahiyələrə yayılması və bununla yanaşı xəstədə ürək bulanmanın, qusmanın və bəzən də sidikdə qanamanın olması əsas xəstəliyin digərlərindən ayıran əlamətlərdir. Çox sağ olun doktor. Çox təşəkkür edirik. Ətraflı məlumata görə qeyd edirəm ki, hörmətli izləyicilərimiz, randevuya yazılmaq üçün bizimlə birbaşa əlaqə saxlaya bilərsiniz. Eyni zamanda sizi maraqlandıran suallar varsa şərh bölməsində qeyd edin. Biz isə həkimlərimizlə birlikdə cavablandıracağıq.